Rusiya ilə iqtisadi əlaqələrini kəsməyən ölkələrə ağır sanksiyalar tətbiq ediləcək. Misias xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Trump məlumat verib. O bildirib ki, biz buna İranı da əlavə edə bilərik. Trump Respublikaçılar Partiyasının Rusiya ilə ticarət əlaqələri saxlayan ölkələrə qarşı ağır sanksiyalar tətbiq edəcək qanun layihəsi üzərində işlədiyini bəyan edib. Qanun layihəsini tam dəstəklədiyini bildirən Trump qeyd edib. Bu, mənim üçün tamamilə normaldır. Əslində bu ideyanı mən təklif etmişəm. Rusiya ilə iş görən istənilən ölkə çox ağır sanksiyalara məruz qalacaq. Biz bu siyahıya İranı da əlavə edə bilərik deyə siyasətçi vurğulayıb. Məlumata görə qanun layihəsi xüsusən də enerji, müdafiə və maliyyə sahələrində Rusiya ilə əməkdaşlığı davam etdirən ölkələrə birbaşa təsir göstərəcək. Qanun layihəsinin yaxın günlərdə Konqresə təqdim edilməsi gözlənilir. Daşqın Həsənov, İlahə Qəmbərli, Heydər Həsənli, Missiya TV.